Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Bəhsimiz məzhəblər arasında olan namazın qılınmasında fərqli cəhətlərin izahı idi. Və keçən dəfə bəhsimizdə namazın qılınması zamanı əllərimizi bağlayaq, irsal, yəni sinəmizə qoymayaq, yoxsa əllərimizi bağlayaq, qəbz, yaxud da ki, təkəttuf deyirlər ona. Bunun barəsində idi. Qurandan dedi ki, Quran qiyam kəlməsini deyir, qiyam kəlməsinin mənası durmaq deməkdir. Əgər qiyamın içində əl bağlamaq var idisə, onu gərək ayrıca bir dəlillə biz ispat eləyək. Quran deyir, qiyam edin, namaza durduğunuz zaman. İkincisi dedi ki, Quran-ı Kərimdə açıq-aşkar da ayə olmasa, hər halda ikinci mövzumuz bu barədir ki, aya əhli sünnət qardaşlarımız bu mövzuda fikirləri yekdildir. Dedi, xeyr, əhli sünnət qardaşlarımız bəziləri bunu müstəhəb bilirlər, sünnət bilirlər, bəziləri bunu bizi kimi həm fikirdirlər, heç müstəhəb də bilmirlər, vacib namazda xüsusilə əllərini yanlara salladmaq deyirlər, İmam Malik kimi. 3. Bəziləri deyir, ixtiyar sahibisən, istəsən əllərini bağla, istəsən əllərini açqinan və bəziləri də bunu qadağan bilirlər. O cümlədən də Əhl-i Beyt məzhəbi də, bizim məzhəbimiz də budur ki, namazda əlləri bağlamaq olmaz. Bir nəzər də vardı ki, həmin ixtiyara oxşar idi. Çox namaz uzun çəkərsə yorulsun, əlləri bir-birinin üstünə qoya bilərsən. Mümkündür belə, sən üçün narahatçılıq olsun. Üçüncü məsələ budur ki, Peyğəmbərimizin özündən hədislər nəql elədi ki, Peyğəmbərimizdən xüsusi hədislər var. Namazın qılınmasının forması haqqında, keyfiyyəti haqqında, sifətü salatın nəbi, Peyğəmbərin namazının forması haqqında 2 hədisi nəql elədi. Dedi ki, bu hədislərin özündə deyirlər ki, Peyğəmbərin özü gördü biri namaz qılır, ona namazı göstərdi, səhvlərini düzətsin, orada Peyğəmbər əlin bağlamadı. 2. Bir nəfər Peyğəmbər sahabələr ki, 10 nəfər idilər, onlara dedi ki, mən Peyğəmbərin namazını sizdən yaxşı bilirəm. Qarşı tərəf dedi ki, sən böyük iddia elədin, Peyğəmbərdən, bizdən qabaq Peyğəmbəri görməmsən, bizdən çox Peyğəmbərin yanında olmamısan. De görün Peyğəmbərin namazı necədir? Başladı saymağa bir-bir, hətta savablara qədər dedi, əlləri qalxızmaq, ruqudan qalxdın, səmi Allahu limən həmidə demək, hamısına qədər, amma o hədisini bir dəfə də əl bağlamaq söhbətin eləmədi. 10 nəfər də ona etiraz etmədi. O 10 nəfərin də adı bəzi kitablarda qeyd olunub. Axırıncı mövzumuz bu oldu ki, yaxşı qardaşlar, əgər bu mövzunun özü bu qədər təkid edirsizsə, sizin öz aranızda yekdil rəy buna yoxdur. Kimisi sinəyə, kimisi qurşağa, kimisi hətta beləsinə tutmağa müxtəlif fikirlər deyiblər. Deməli, bundan xəbər verir ki, Peyğəmbəri ən çox müsəlmanlar hansı halda görüblər? Namaz alında. Kimsə Peyğəmbəri yemək yeməyəndə görə bilər, ailədə görməyə bilər, geymin ailədə görməyə bilər və başqa Peyğəmbər necə başın qırxırdı, üzün saqqalı necə qırxırdı. Amma cəmaatın hamısını yekdil Peyğəmbəri gördüyü məsciddə ya qeyri-məsciddə namaz halı idi. Meyid namazı qıldı Peyğəmbər. Ki, bugün də görürsünüz ki, əhl-i sünnə qarşı meyid namazında da əllərini bağlayırlar. Düzdür ya, cənazə namazında. Heç birində bu qədər müsəlmanlar gördü, amma bunda ixtilaf var. Biri belə deyir, belədir. Əgər hamısı yekdir görsəydi, ixtilaf olmasaydı, bilərdi ki, Peyğəmbər bu əməli eləyib. İxtilaflar onu göstərir ki, bu əməl heç də Peyğəmbərin dövründə olmayıb. Amma demişdik ki, bəs qarşı tərəfin hədisləri var ya yox? Buna dəlil. Bu günləri bəhsimiz bunun barəsindədir. Mən hədislər çoxdur, amma əsas əhl-i sünnə qardaşlarımızın kitabı olan Sahih Buxari və Müslim bu kitabın özündən 2 hədisi qardaşların diqqətinə çatdıracağım ki, bu günləri çox üstündə qalmayaq. Qalanları üçün nə vaxt istəsəniz, mən geniş hədisləri bir-bir izah verməyə hazıram. Birinci Buxaridəndir. Sahih Buxari mötəbər kitablarıdır. Sahih adın qoyulur, düzgün mötəbər kitab. Bunun özündə hədis nəql edir Peyğəmbərdən Əbi Hazim nəql edir Səhl ibn Səəddən ki, hədis belədir, diqqətlə qulaq asın. Cəmaata əmr olunur ki, namaz vaxtı əllərini biri-birinin üstünə qoysunlar dirsəklə, dirsəyə qədər. Bax belə. Cəmaata nə oldu? Əmr olundu. Hadisəni kim deyir? Səhl ibn Səd adlanan biri. Və bu hədisi Səhldən nəql edən Əbu Hazim özü sonra belə bir cümlə deyir. Aleykəssalam. Mən bilmirəm. La a'lamuhu. Mən bu barədə bir şey bilmirəm.
ancaq bir yolu var. Bu Peyğəmbərə nisbət verilmiş olar. O əmr eləyən kimdir? Bilmirəm. Peyğəmbərdirsə, mənim üçün qəbuldur. Yaxud da bəzi adamlar belə deyiblər, mən bu barədə bir şey bilmirəm. Bu nisbət verilib Peyğəmbərə, yaxud da ki, Səhl İbn Səd nisbət verib bunu Peyğəmbərə. Hər halda, birinci nöqtəmiz budur. Cəmaata əmr olundu. Əmr eləyən kimdir? Bilinmir. Buxarı, Səhih Buxarıda, bunu da deyim, bir dənə hədis var bunun barəsində. Əl-bağlı namaz qılmaq barəsində Buxarıda bir hədis var. O da budur ki, cəmaata əmr olundu. Əmr olundu ki, namazda əllərinizi sağ, sol, yox, bir üstündə dirsək söhbəti var orada. Daha başqa hədis yoxdur və bu hədisin özünün də sual verir. Kim əmr elədi? Əgər Peyğəmbər əmr eləyib, biz qəbul edirik. Peyğəmbər əmr eləmirsə, biz qəbul eləmirik. Hədisin özündə də mötəbər olmağın cəhəti budur. Filankəs filankəsdən, o da filankəsdən, o da kimdən? Peyğəmbərdən ki, Peyğəmbər buyurdu, bundan sonra namaz qılanda əllərinizi biri-birinin üstünə qoyasınız. Bu qəbul oluna bilər bizə. Yaxud da ki, deyəcək, görmək. Açıq-aşkar gördüm ki, Peyğəmbər namaz qıldı, təkbir dedi, əllərin qoyanda biri-birinin üstünə qoydu. Belə bir hədis əlimizdə yoxdur. Buxarı bunu nəql eləmir. İndi qalan hədislərə gələcəyəm. Deməli, burada bu adamın özü etiraf edir ki, əmr olunan cəmaata bilinmir. Və bizim də haqqımız yoxdur ki, hər kəs bizə əmr elədi, biz namazla onun dediyin yerinə yetirək. Bir dənə yolu var ki, desin ki, mən bunu Peyğəmbərdən nəql edirəm. Hədis də bunu demir. 2. Necə ki, bu hədisin özündə bir şey var. Cəmaata əmr olundu. Deməli, bundan qabaq cəmaat namazı başqa cür qılırmışlar. Əmr olundu cəmaata. Bundan qabaq da cəmaatın namazı necə olub? Xahiş edirəm, bu barədə bizə məlumat verin. Cəmaatın namazı necə idi? Bir nəfər olsa, filankəs namaz qılırdı, gəldilər filankəsi gördülər, əmr elədilər. Bundan sonra namazını belə qılarsan. Amma cəmaata əmr olundu. Deməli, bu özü dəlildir ki, bu sonradan yaranma bir şeydir. Sonradan yaranma bir şeydir. Yoxsa cəmaata əmr olundu, deyilməzdi. 3. Əbu Hazim ki, bunu Səhildən nəql edir, özü bu hədisi deyəndən sonra nə deyir? La a'lamuhu. Səhih Buxarının özündə bu da var ha. Mən bilmirəm. Həqiqətdən məlumatım yoxdur. Elmim yoxdur. İlla yənma zalikə ilən nəbi. Məgər bir surətdə bu ola bilər ki, bunu əgər belə tərcümə etsək. 1. Aleykəssalam. Bunu Peyğəmbərə nisbət versinlər, mən də onda qəbul eləyərəm. Deməli, Əbu Hazim bu hədisin Peyğəmbərə nisbət verilməyindədir ki, mən bilmirəm. Özünün bunda nəyi var? Şəkki var, şübhəsi var. 2. Bəziləri hətta bunu belə tərcümə ediblər. Mən bilmirəm bunu nədir bu? Bu nisbət verilib. Ya Səhl tərəfindən yunma, yənma. 2 cür oxuna bilər ki, daha üstündə qalmıram, ərəbcə bilənlər bilirlər, bilməyənlər çox beyinləri qarışmasın. Ya yənma oxunmalıdır, ya yunma oxunmalıdır. Hər halda Səhl nisbət verib Peyğəmbərə, yaxud da ki, nisbət verilmişdir Peyğəmbərə, bilmir kim verib. Hər halda, necə ki, Səhih Buxarının öz müəllimi və o nəqildə də var. Kimdir o? Səhih Buxarının müəllimi İsmail İbni Əbi Uveys özü deyir ki, bunu siz yənma oxumayın, bunu yunma oxuyun, məchul oxuyun. Yəni, nisbət verilib Peyğəmbərə. Kim nisbət verib? Bilmirik. Buxarının öz müəllimidir ha. Bunu harada nəql ediblər? Fəthül Bari, Səhih Buxarının şərhidir, 5-ci cild, 325-ci səhifə İbn Həcər müəllifin adıdır. Peyğəmbərdən bir şey eşitdi, ya özümüz eşitməliyik. Peyğəmbər deyir ki, gedin əlinizi bağlayın. 2. Peyğəmbəri görməlidir, görməyi də yoxdur. 3. Bu adam deməlidir ki, filankəsdən də heç bir şey demir. O filankəs nə deyir? Əmr olundu. Bir daha deyirəm, ya özüm eşidirəm qulağına, Peyğəmbər de, əlinizi birbirinin üstünə qoyun. 2. Peyğəmbəri görürəm, Peyğəmbəri gördüm ki, əli birbirinin üstünə qoydu. 3. Eşitməmişəm, görməmişəm, bir mötəbər adam deyir. Burada da hədisdə mötəbər adam yoxdur. Nə deyir? Əmr olundu. Kim əmr elədi? Necə ki, Əbu Hazim özü bunun haqqında şəkki və şübhəsi var. Bu bir. Hədis, bilirsiniz ki, mötəbər, qeyri-mötəbər baxımdan sahih var, hədis var, mürsəl var. Bu hədisin özü sahihdən aşağıdır. Mürsəl hədisdir. Mürsəl, əhl-i sünnə qardaşlarımız da bunu deyiblər. Mən bir kitabları gətirə bilməmişəm. Amma heç bunu inkar eləyən də yoxdur. Kimdir? Bədriddin Eyni, Umdətül Qari kitabında, Şovkani, Neylül Avtar kitabında, Suuti, Ət-Tavşih Aləl-Cami-Əs Sahihil Buxari kitabında özü deyir ki, bu hədisin özü mürsəldir.
sahih, mötəbər rivayət səviyyəsində deyil. Sahih Buxarinin özü də, bax bu kitab ki yazılıb, son bunu deyim. Kitabın özündə bəndlər var, bablar var, bölmələr var. Namaz bölməsi, oruc bölməsi, döyüş bölməsi. Sahih Buxari bunu hansı bölmədə gətirib? Xuşu bölməsində, xuşu yəni təvazükarlıq bölməsində. Deməli, bundan məlum olur ki, bu Sahih Buxarinin bunu təvazükarlıq bölməsində gətirməkdən məqsəd nədir namazda? Vacibdir, bəlkə təvazükarlıq üçün bunu deyiblər. Sahih Buxari də bu hədisi düz təvazükarlıq bölməsində gətirib. Namazın özündə ayaq üstə duran qiyam bu formalarda gətirməyib. İkinci hədis Sahih Müslimdədir. Yenə də kitab buradadır. Daha vaxtımız getməsini göstərmirəm. Heç inkar da olunmur ki, biz tez onun sənədin açay səhifəsini göstərək. Sahih Müslimin özündə isə hədis belədir. Baxın, Vail ibn Həcər adlanan bir nəfər deyir ki, Peyğəmbəri mən gördüm, Peyğəmbər ki, istədi namaza başlasın, Peyğəmbərin öz əynində paltar var idi, o paltarı özünə bükdü və əllərini bir-birinin üstünə qoydu. İndi bu hədisin cavabı nədir? Bu hədisin cavabı budur. Bir nəfər Peyğəmbərdə bir şey görürsə, o gərək hələ görəndən sonra bilinə ki, Peyğəmbər bunu elədi. Aya vacib idi elədi, savab idi elədi, müstəhəb idi elədi. Aya məcbur idi elədi. Məsələn, indi bu günləri bir nəfər doğrudan da bura kəmər bağlayıb, pulları düşməsin. Məsələn üçün, namaz qılanda o kəməri belə saxlayıb durursa, onun namazı batil deyil, onun namazında bir problem yoxdur. Peyğəmbəri bir nəfər görürsə, bu da deyir Vail ibn Həcər, gördüm ki, Peyğəmbər paltarını ötdü. Bu paltar məsələsi, libas məsələsi biçim nədir? Şübhəlidir. Bəlkə Peyğəmbər paltarını tutmuşdu. Libasını tutmuşdu. Bu hədisin özü bilinməlidir. Peyğəmbər ki, əlin bir-birinin üstünə qoydu, qarşı tərəf nə edib onu? Görüb. Deməyib Peyğəmbər ona gedin belə eləyərsiniz, əlinizin üstünə qoyarsınız. Bu görməyin özü bilinməlidir. Peyğəmbəri ki gördüm, Peyğəmbər əlin bir-birinin üstünə qoymuşdu, niyə qoymuşdu? Bu niyə bilinməlidir? Soyuq idi, paltarın bükmüşdü, paltarın bükdü, əllərin belə-belə elədi. Məcbur idi, nə idi? Bu bilinməlidir. Bu hədisdə qeyd olunmayıb. 2. Bu hədisin özü zəifdir. Kim var hədisdə? Elə bir adamlar var ki, mən bir-bir deyirəm, tez üstünə keçək. Həmmam var burada ki, Həmmam İbn Yəhyadır, ona etina olunmur. Onun hədislərinə etiraz olunur. Hudəs-Sari 1-ci cild 449-cu səhifə. 2. Orada Muhammed adlanan biri var. O kimdir? Nəvəvi, Müslimə, bu kitab ki, Müslim onu nəql edib, şərh yazanda belə buyurub onun haqqında. Fihi Muhammed, onda Muhammed adlanan biri vardır. Və səkətə, sonra sakit qalıb özü. Heç zat deməyib bunun barəsində. Niyə deməyib? Yəni deyək də bu kişinin tanıyaq kimdir də. 3. Bu hədisdə bir nəfər var, onun adı nədir? Əlqəmə İbn Vail. Hədis kimdən nəql olunur? Hədisi nəql eləyən Vail İbn Həcərdir. Bu Vail ki nəql edir, onun oğlu var, adı nədir? Əlqəmə. Atadan nəql edir, amma əhl-i sünnə qardaşlarımız özləri rical kitablarında, şəxsiyyətlər barəsində yazılan kitabda yazıblar ki, Əlqəmənin özü atasını görməyib. Atasını necə hədis nəql edir? Görən adamdır, görməyibsə haradaydı? Ana bətnində idi, ölüb, yaxud da ki, bu necə? 2. Bəziləri yazırlar ki, bunun özü balaca uşaq idi. Atası dünyasını dəyişib. Balaca uşaq bilmir namazda nə baş verdi. Bəlkə belə deyil. Bunu kim deyib? Elə əhl-i sünnə qardaşlarımız özləri deyiblər. Təhsib-ü Təhsib 8-ci cild 314-cü səhifə. 7-ci cild 247-ci səhifə. Təhsib-ül Kəmal 13-cü cild 193-cü səhifə haşiyədə. Bunun barəsində. Daha burada kim var? Onun qulamı var. Bu Əlqəmənin qulamı. Qulam yəni evin xidmətçisi. Müxtəlif məna. Bu qulam biz bilmirik kimdir. Qulamın görə özü bilinsin ya yox. Hədisi nəql edən bilinmir. Sonda bunu da deyim ki, deməli Buxaridə cəmi cümlətanı bir hədis var. Müslimdə bir dənə hədis var. Hədislərin də halı məlum oldu. Ya deyir əmr olundu, ya da ki bilinmir bu hədis kimdəndir? Kim əmr elədi? Vailin özü də deyir gördüm. Görəndə də paltar söhbəti var. Hədislər ki sonra cürəbəcür nəql olunub. Hətta alimlər bunu da qeyd ediblər. Sünən-i Nəsaidə və başqa hədislərdə çox hədislər gedir Vailə çıxır. Vail ibn Həcərə. Niyə ancaq Vail ibn Həcər Peyğəmbəri gördü əl bağlı? Bu qədər Peyğəmbərin yanında ən mötəbər sahabələr var. Elə xəlifələri deyək. Düzdür? Ən mötəbər. Ən çox mötəbər Cabir ibn Abdullah Ənsari. Ondan bir dənə gətiriblər. O da özü şübhəlidir.
Mən daha üstündə çox qalmıram. 20-yə yaxın hədis nəql ediblər, amma ən mötəbəri Buxari və Müslimdə idi. Biz onları sizə izah verdik. Qalan hədislərin özləri sənədlərində problem var, etibarlı deyil. Mən onun haqqında da çox qalmıram. Kitabları bir-bir vaxtımız almayaq. 20 hədisi burada izah etməyə vaxtımız çatmaz. Amma Əhl-i Sünnə alimi İbn-i Rüşd Qurtubi özü Bidayətül Müctəhid kitabında bu barədə belə deyib ki, o hədislər ki var, yadınızdadırsa, bundan qabaq dedi, Peyğəmbərin namazının formasını deyirdi, orada əl bağlı söhbəti yoxdur. O hədislər daha səhihdir, daha mötəbərdir. Bu hədislərdən ki, deyirlər, Peyğəmbər əlini namazlı bir müstünə qoyurdu. Mən onu oxuyum. Peyğəmbərdən səhih rivayətlər varid olmuşdur ki, Peyğəmbərin namazının xüsusiyyətlərini bizə çatdırır. Onların heç birində əl bağlı söhbəti yoxdur. Elə ona görə də bir dəstə bizim cəmaatımız, yəni keçmiş alimlərimiz o rəvayətləri qəbul ediblər ki, o rəvayətlər Peyğəmbərin namazını çatdırır, amma əl bağlı söhbət onlarda yoxdur. İkisini bundan qabaq dedik. Amma o hədislərin özünü isə mötəbər saymırlar. Necə ki, Maliki məzhəbinin banisi Malik ibn Ənəs onlardandır və özü də ondan nəql eləyir. Aleykəssalam. Qalan hədislər ya zəifdir, ya məcihuldur, ya şübhəlidir və onun müqabilində hədislər var ki, Peyğəmbər əlin bağlama bir namazda onları bizə göstərir. Bir nöqtə də var, bunu da deyim sizə. Aleykəssalam. Əhl-i Sünnə qardaşlarımızda bir mövzu var. Deyirlər ki, Peyğəmbərin ən çox sahabası harada yaşayıb? Mədinə şəhərində. Ona üstünlük verirlər elmi cəhətdən. Sahabələr Peyğəmbəri görüblər, düzdür? Ən çox da harada yaşayıblar? Mədinədə. Mədinə fikhi deyirlər. Mədinə fikhi, Mədinədə olan şəriət məsələlərini əsas yazan Malik olub, İmam Malik. İmam Malikin fətvaların, nəzərlərini yığıblar bir yerə Müdəvvənətül Kubra kitabında. Nəql edirlər ki, İmam Malikin özü ki, Mədinə şəhərində sahabələri görmüşdü. Öz fikridir və onun özü bu barədə nəzəri olub ki, vacib namazda ümumiyyətlə bu işi görmüyor. Deməli, əksər sahabələrin özü ki, Mədinədə yaşayıblar. İmam Malik də özü tabeinləri görüb, tabeinlər sahabələri görüb, orada heç də əl bağlamaqdan söhbət belə getmir. Kimsə desə, bəs İmam Malik Müvətta adlanan kitabında 2 dənə hədis ya bir neçə hədis nəql edib əl bağlamaq haqqında, onun da cavabı budur ki, İmam Malikin o kitabı ki var, Müvətta kitabı, o fiqhi kitab olmaqla yanaşı rivayət kitabıdır. Mümkündür, bir hədisi nəql eləsin rəvayət kitabında, amma nəzəri isə o hədisi qəbul eləməsin. Bu da bunun cavabı idi. Axırıncısı, qardaş, dedik ki, Əhl-i Sünnə qardaşlarımız, mən bir kitabı gətirmişəm. Əl-Kafi fi fiqhil İmam Əhməd ibn Həmbəl. Müəllif kimdir? Şeyxülislam Müvəffəqiddin Abdullah ibn Qudama. İbn Qudama deyirlər buna. Müqəddəsi, Əl-Müqəddəsi. Bunun özü Əhl-i Sünnə kitabıdır. Çapına da baxa bilərsiniz. Nə Azərbaycan, nə də ki, başqa ölkənin çapıdır. Bu kitabın özündə səhifə 86-da deyirlər ki, bu bizim nəzərimizə əsasən, baxa bilərsiniz qardaşlar, sonra da diqqətlə izləyə bilərsiniz. Burada budur ki, əli bir-birinin üstünə qoymaq müstəhəbdir. Aleykəssalam, müstəhəbdir. Müstəhəb yanına savabdır. Eləyə də bilərsən, eləməyə də bilərsən. Eləsin, amma daha yaxşıdır. Bundan qabaq da dedik, Həmbəllərin fikri budur, Hənəfilərin fikri budur, Şafilərin fikri budur. İmam Malik ki, bizlə həmfikirdir. Qəbulləmir əl bağlı olmağı. Yaxşı, bizim sualımız budur. Ən çox uzağı budur ki, Əhl-i Sünnə qardaşımı bu işi savab bilirlər. Amma qarşı tərəf isə bu işi bidət bilir. Bidət nədir? Şəriətdə olmayan bir şeyi şəriətə gətirmək. Biz qalmışıq iki şeyin arasında. Yarısı deyir ki, bu bidətdir, olmaz. Yarısı deyir ki, ən uzağı budur ki, sən bu işi görürsən, savab iş görmüsən. Olmaz, savab iş görmüsən. Ehtiyat nədir? Ölənlər rəhmət, eləməmək. Fiqh kitablarında da bir dənə qayda var. Ehtiyata əməl eləmək. Biri deyir, olmaz, haramdır. Biri deyir, eləsin, daha yaxşıdır. O vacib bilmir ki, deyir, yaxşıdır da. Mən eləməyim ki, birdən 10 deyən çıxar, nə olar? Haram olar, qadağan olar. Bu da bir bəhsdir.